Burqay çəkirəm. İstanbul Guys çəkirəm. Bu kanalda ilk İstanbul Guys videom budur. Və daha çox videonun gəlməsi üçün kanalıma abunə olmayı unutmayın. Və dostlar, bu qədər videomu geç atmamın səbəbi məktəbdir. Məktəbi dərslərimi eləyirəm. Ona görə də vaxt ayıramıram video çəkməyə. Belə qısa ancaq shortslar eləyə bilirəm. Yəni belə çox vaxt çəkə bilirəm. Biraz aktiv deyiləm. Amma ona görə başlayın. Bu mənim hesabımdır. Yəni karakterləri də görsənəcəm, amma burada görevimiz var. Eləmişik. Bitirək bunu. 250. Yəni heç yoxdan yaxşıdır. Az qaldı 4000 olurduq. Açıldı mı bura? Açılmadı. Hesabım belə. Yəni görürsünüz. Bunlar var, amma mən sevdiyim budur. Yəni oyuna başlayaq və dostlar, kanalıma like atıp abone olmayı unutmayın. Video baxış sayım çox azdır, çünki videom da azdır. Amma shorts baxış sayım yaxşıdır axırıncı videolara görə. Bunu çox azaq əla olar. Ona görə də kanalıma abone olub like atmayı unutmayın və 50 abone olduğumda mən yüzümü göstərməli bir video çəkəcəm. Oyunumuza başladıq. Hop. Oy. Adamlardan 8 dostlar. Çox qəribə bir şey oldu. Bayaqları dostlar oyunu oynadığımda çox qəribə bir şey oldu. Mən uduzdum, amma oyunda bu hoppanma yerime kimi əşyalar qaldı. Bu ekranda olan düşdük. Və oynayamadım. Mənə oynayırmış kimi göstərmədi də. Ona görə çox qəribə bir şey oldu. Bu videoyu çəkə bilsəydim göstərəcəkdim təbii ki də. Amma şəkil də çəkəmədim videoda. Ona görə yəni qəribə bir şey oldu. Oyunun bug oldu deyəsən. Düşməyək. Geçək. Hop. Və dostlar, dediyim kimi məni bu kanalı 50 abone eləyə bilsək, yüzümü göstərən bir video çəkəcəm. Bitiririk. Yüzümü göstərən video çəkəcəm. Ona görə kanalıma abone olun və like atın. Və dostlar, shortslarıma da baxın. Qəşəng editlər eləyirəm orada. Yəni elədiyimi eləyə bilirəm. Bəlkə sizə əyləndirə bilirəm. Bəlkə də bilmirəm. Və dostlar, 7 abonem var. Bu abonəyə də artıq əla olacaq dediyim kimi. Çünki yəni video baxış sayım çoxdur. Amma abonem azdı qəribə və oyun bu turu bitdi. 12'də 11. İndi burada 11 yazacaq. Yəqin vaxt oldu dostlar. Olabilir bəzən. Biz də burada qıraqda qaldıq. Ne kadar oyunda öyle karakter var. Bakın hamısı çəhrayılı. Qəribə. Biz oyunumuz nədir? Bu. Baxaq. Bu xəritə də qəşəngdir. Ona görə oynaya bilsək qəşəng olacaq təbii ki də. Oy, qəşəng gedirik. O əla gedirik dostlar. Oy, düşmədim. Ən qabağımda birisi var. Ən qabaqda olmaq istərdim. Sen düş. Ayda düşmedi. Düşmeyey. 6 nəfər burada bitirsə uduzacaq bizdən başqa. Tez. Yox. Bitirəcəklər. Hələ heç kim bitirməyib, amma 2 nəfər. Bizdən qabaqda yoxdur. Əla. Bizdən qabaqda heç kim yoxdur deyəcəkdim mi? Bir nəfər daha var. Satarıq 100. Düş. Yox. Qəşəng əla. 3-cü olaraq. Az qala gedirdik dostlar. Az qala. O maşın karakterinə baxın. Maşınlıdır karakteri. Və bitdi. Dostlar, az qala uduzurduq. Yəni çünki burada yəni qabağa getdim, uduzdu, yəni qəribə olur. Və 3 yeni karakter yenə var, qəribə.
Özdə adları da oxşuyur bir-birinə. Yox, birisinin adı var. Aha bu. Bu da bu oyun modu, kaydıraq modu deyirəm mən. Yəni bu mənim sevdiyim modlardan birisidir. İşte və dostlar, 50 abunəyə çatdığımda sizin axırıncı videoma elədiyiniz yorumdakı oyun hansı oyun daha çox like alsa o oyunu çəkəcəm. Ona görə də dostlar, mən 50 abunəliyi eləsəz yenə deyirəm. Axırıncı videom hansıdırsa onun yorumlarına yazın. Hansı oyun gəlsin? Roblox, Stumble Guys yoxsa Brawl Stars? Bu üç oyundan birisinin yorumları yazarsınız. Belki o vaxta qədər təzə videolarımda başqa oyunlar da deyirəm. Başqa oyunlar dedim. Ona görə yəni hələ belli değil. 50 abone vaxt olsam mən postda paylaşacağım bunu. Hadi bitirəcəyik. Yo, bizdən qabaqda var deyəsən. Yo, quduzluq dostlar. Ayda. Utmaq istəyərdim bu oyunu. Kim utdu? Bu 3 adamdan birisi. Player and Wood'da 3 vurki. Qəribə atdı. Yani qəribə adlar var hamısın. Yəni, adam öz adını qoyur, bəzən öz adını oxşar. Bəziləri nə gəldi qoyur, bəziləri heç adını dəyişdirmir. Player qalır. Ona görə də yəni bu dəyişə bilər. Görmək, yeni görevimiz tamamdır. Ne eləyəcəyim yox. Hesabım belədir. Sizə göstərim, bayaqla yadımdan çıxdı. Belə. Yəni bu durumda hesabım profil şəkli. İndi təzə oyuna başlayaq. Baxaq görək bu oyunda nələr olacaq. Başlayır. Nə gələcək? Başladı. Baxaq görək hansı xəritə olacaq. Və dostlar, burada Block Blast modum var. Endless və Block Blast. O iki modda mən çox sevirəm. O gəlirdi bayaqki mod. Burada udacağım. Bayaqları udanmasam da burada birinci olmağa çalışacağım. Amma burada birinci olsaq yeni bir şey dəyişdirmir. Çünki təzə oyundur. Yo. Və dostlar, biraz da ona bilər. Ona görə indidən başlayın. Yəni bu max bu qədər ola bilər. Yox. Nə oldu? Buranı keçəmirəm. Geçtik. Hop. Buradan hoppandıq. Və düşdük bura. Sürət, qaz. Allah. Və dostlar, bugün qar yağdı. Yəni, indi bilməm sizə qar yağıb yoxsa yox. Sizə qar yağıb yoxsa yox onu bilmirəm. Amma bura çox qəşəng qar yağdı. Bura düşdü. Aha. Hop. Allah. Düşmə. 3 nəfər bitirdi. Heç nə olmaz. Hələ vaxt var. Hələ vaxt da var. Yo. Bəxtlar buraya heç gələ bilmədim. No, yo. Yox. Yes. Bitirdik. Oo, çox yaxın olub dostlar. Oy, çox yaxın olub. Baxaq görək bunu qazana biləcəyik. Bayaqkini qazanamadıq, amma bəncə bunu qazanarıq. Baxaq nə olacaq 12 nəfəri. İndi 6 nəfər ya gedəcək ya da bitirəcək. Elə mod olur, mən biləm təkcə. Baxaq hansı oyun modu gəlir. Şanslı Telfa. Burada dostlar basırsınız. Kırmızı yansa aşağı düşüp gelirsiniz. Yaşıl yansa qalır. Baxın, gördünüz. Hop. Allah, düz bilmişəm amma dala getdim və getdi. Hop. Düz bildi. Ayda. Tez. Burada 6 nəfər bitirməlidir. Yaxşı. Onda bunlar öndən geçsin. Oha, birisi düz bildi. Səhv getdi. Bu da səhv getdi. Onda bura olma oldu. Yes. Ya Allah dostlar.
Yox, dostlar, bəxtimə baxın. 6 nəfər 100% bitirəcəyik. Yox, yox. Dostlar, düz bildim. Amma hoppalanmadığım üçün edəmədim. Ayda. Uduzduq. Neyse, bunda da uduzduq. Və dostlar, bu videoda bəlkə də Brawl Stars oynaya bilərəm. Brawl Stars oynayacağım. Onda mən Brawl Stars'a keçib gəlirəm. Brawl Stars'a keçib gəldim. Yəni bizdə də bəzən belə ola bilər və dostlar, Brawl Stars'da bilirsin, yəni Brawl Stars oynayanlar bilərdir. Təzə bir etkinlik başladı Supercell və bu etkinliyin adı da görəcəksiniz. Baxın, görün hansı etkinlik bu. Yəni bu hər gün bir dəyişir. Bu etkinliğin adı Random BS. Bu etkinlik belə bir şeydir bilməyənlər üçün. Supercell hər gün gəlib başqa şeylər eləyir. Başqa nəsə eləyir artıq. Və buradan bizə marketdən hədiyyə verir. Ona görə də bəzi şeylər, məsələn, oyunda 98 ya da 99 karakter yerine indi 16 karakter var. Bakın. Çünkü Brawl Supercell sadece, bakın, sadece size gösterim, ancak bakın şeyler koydu. Adı yadımdan çıxdı neydi indi. Baxaq. Deyəsən ancaq uzun mənzilləri oyundaydı. Bəzi bir vaxt ancaq suikastçilər oyundaydı. Bir vaxt suikastçilər oyunda değildi və yalnızca atıcılar da bundadır. İndi baxaq görə bu dükkanda sarı yanan işıq nədir? Açılır və dostlar, ücretsiz vardı o Supercell, onu verir marketten. Yəni buralarda bir yerde olacaq. İndi mən aldığım üçün. Baxaq nə olar? Heç nə yox imiş. Bəzən bu sarılar yəqin bu kostümlərə görə yanır. Savaşçılarım indi görsənmir, amma profildən görsənərmi? Savaşçılar deyəcəm də mən buradan savaşçılarıma öz profil. Neyse. Dostlar, bu da mənim qardaşım Hüseynin profil indiki hesabıdır. Gördüğünüz kimi 19.229 kupa, 4.537 elmas olub ən çoxu. Adım barədə mən də bilməm nətər eləyib bunu. 78 karakteri var 98'den. Baxın belə. Bu arada dostlar, sörcü mən təzə çıxartdım. Məndə də var. Prosto indi görsənmir. Mən Edgar'ım hiperşarjdı. Colt'um hiperşarjdı. Mortis qardaşım hiperşarj eləyib bilməm bilən. Leon deyəsən max səviyyə olmalıydı onda. Yəni karakterləri belə yavaş-yavaş getim ki, siz də qəşəng görə biləsiniz. Karakterlər belədir. Yəni bunun dostu təzə aldığı üçün 10 kupası var sadəcə. Yəni belə. Və dostlar, kimsə mənə dostluq eləmək istəsə, ID-mi sizə verim. ID-im burada. Hard Olf. İstəyən QR kodumu da tarata bilər. QR kod belə. Gördüğünüz kimi bence bu kadar yaxşıdır. İndi siz hansı karakterinden oynasaq, dostu 7'den karakteri seçə bilirik yəni. Ne oynayaq? Elə Ziggy ilə oynayaq. Ziggy dedim, saçı Phoenix. Ben biraz oynamışam burada. Yani belə, bəzən belə olur, bəzən dostlar başlarında video çəkirəm onun ilk videosunu, bəzən də başladıqdan sonra çəkirəm videosunu. Çünkü əslində Brawl Stars'ı mən bu təzə hesabımı açmadan öncə açmışdım. Ona göre yani Brawl Stars'ta kasıldım. Aslında var idi bu kanal, prosta çok tanınmırdı ve başka sahibiniydi. Yani başka telefon olduğu için ben de bilmirdim.
Ama sonra bir baxdım dostlar, bunun özünə aid kanal var. Yəni sizin də kanal açmalı bilirəm. Sadəcə baxdım ki, hazır kanal var. İçərisində də bir video var. O da shorts videosudur. Onu da ilk shorts videosundan görə bilirsiniz, shorts səhifələrindən. Mən bu karakterin heç ultisini görməmişəm. Bu ulti nədir? Nədir ki belə bu? Baxın dostlar. Bax, burada belə vurur. Amma çıxdığımızda belə. Daha belə qəribə vuruşu var deyək. Ya da daha çox da vura bilər. Buradan getdik. Oba. Qəşəng. Aldıq maçı. Hop. 10 kupamızı aldıq. Açıl. Aha. Və dostlar, bu kutularda əgər uzun basınca uzun getsə qəşəng bir şey. Amma tez getsə pis bir şey çıxır. Yəni məntiqi elədir. 200 güc puanı və az qalıb dostlar. 60'a ulaşacaq. Normalda yəni bu deyəsəm 50 də bu sezon gəldiyində ya da 60 olmalı. Tam yadımda deyil. Amma 60 idi. Tam yadımda deyil. Bu sezon gəldiyində 60 oldu. Amma indi bu sezonda nə gəlsə, normalda baxın 50'də efsane verib, normalda baxın bura keçməli idi bu. Bura. Amma indi 60 eləyiblər, yəni 10 daha artıblar. Əvvəl deyəsən 60 üstü də olmalı idi. Əvvəldən 60 üstü də var idi. Amma indi 60'a qədər verilir və 60'da kaos hediyesi. Ondan sonra da burada belə bir şey. Hesabım yəni gördüyünüz kimi indi tam görənmirsiniz. Ona görə də belədir. 2025'də oluşturmuşam, sadəcə bunu deyir. Və istəsəz belə baxa bilərsiniz hesabıma. Baxın, yəni bu karakterlər var. Search, Colette, Cordelius, Sim, yəni. Baxın, bu ikisi tabii ki karakter olmadığı üçün. Bunlar da yəni Max'in şeyi var, amma məndə Max yoxdur dostlar. Yəni kit var, kitin yoxdur. Leon'un kostümü verir bizdən propes ücretsiz. Ona görə o burada var. Penny'nin bu köhnə oyuncu simgəsidir deyəsən. İndiki oyuncu simgəsi deyəsən fərqli olmalıdır. Baxın. İndiki dəyişib məncə. Bəli. Bu təzə oyuncu simgəsidir. Bu da Penny'nin ən altda da bu da Penny'nin köhnə oyuncu simgəsi və belə olmuşdu Penny əvvəldən. Yəni bilirik biz də. İndi başqa şu karakterlərdən eləsək. Bir Barley ilə eləyək və dostlar Barley ilə oynuyorsunuzsa soyguna girin məncə. Çünki soygunda ultini ya da normal vuruşu kasaya attığımızda yəni da çox qəşəng olur. Və dostlar dediyim kimi bu hesabda yəni ilk dəfə deyirəm, bu hesabda nətər bəyəndiniz yoxsa yox, bəlkə təzə video çəkməm gec olur, o vaxta qədər də bəlkə video, bəlkə də karakter çıxmış olar ya da sizə sözcü göstərirəm. Təzə çıxan olsa karakterin bir dənə sözcü idi. Bir də nətər deyim, yəni onu bir dənə siz görmədiniz. Mr. P'ni də əslində görmədiniz, o da biraz təzə olmuşdu. Gizemlidən, yəni o dostlar Mr. P gizemlidir və mən onu gizemlidən çıxartdım. Yəni bu da qəribə bir şeydir, amma çətin bir şeydir, amma elədik. Yo, mən bir dənə bura ulti atım bəsdir. İndi baxın dostlar, cana baxın. Həm düşmə hasarından gedir canı, həm də qalıcı canı gedir. Sən öl. Ölə bilin dostlar, üçümüz də parlayır takımda. Hop. Aha. Oy. Və dostlar, indi bəzən bilirsiniz ki, takım bəzən fərqli gəlir qarşı takıma. Mən də indi sizə belə bir şey deyim. Əgər eyni takımda olsanız birisi ilə eyni karakter düşməsi olmur, düşə bilmir, qoymur oyun. Amma əgər fərqli takımdadırsa üst-üstə düşmə var. Məsələn, mən takıma girmədiyim üçün burada təzədən Barley görə bilirik.
Məsələn, onlarda da 2 dənə eyni karakter varsa, yəni bu bəzən dəyişə bilir. O duruma görə baxın indi. Allah, biz bura ultimizi ataq. Geçe 67 canı qaldı kasalarım. Oy, təzədən ultimiz var. Geçək. Şimdi biz bu ultini basaq kasanın yanında. Yəni gördüyünüz kimi Barley soygunda çox qəşəng yarayır. Yəni soygun karakteri deyə bilərik ona. Soygun modu karakteri. Baxın, cana baxın. Bum, 54, 52, 50. Yəni canı çox tez gedir. Həm düşmə xəsar verməsi, həm yerdə qalma xəsar verməsi. Bunlar hamısı birləşdiyi üçün, yəni hamısı birləşir. Bir ultimi ata bilsəm, qəşəng ult atdıq. Atamadıq, neysə utduq usta. Buradan da bir 10 kupa alacaq məncə. 10 kupa, yox 8. Və ən çox xəsarla təbii ki də yıldız oyuncu olduq. Çünki kasa ən çox biz xəsar vermişik. Kutu destansı ayda gizemli olmadı. Və dostlar bilirsiniz ki, bilməyənlər üçün də deyim, destans oldusa gizemli ola bilər. Gizemli olma şansı var. Və dostlar çox az bir şey görülə bilər. Bilməm bu doğrusudur yoxsa mən də tam bilməm. Mən heç yaşamamışam çünki təzə başlayaq. Əgər çox qəşəng bir şeydənsə, məsələn gizemlidəsə bir an bastığınızda enderə düşə bilirmiş. Yəni mən elə görmüşəm. Google'da araştırdığımda mən nə tərsə onu gördüm. Çox da inanmıram. Mən o qədər Brawl Stars oynamışam, amma heç vaxt mənə o qədər gəlmir. Yəni 2023'dən bəri mən Brawl Stars oyuncusuyam əslində dostlar. 2023'də indi tam bilməm o vaxt YouTube kanalım var idi yoxsa yox. Amma məncə olmazdı. Yəni ilk YouTube kanalım var idi əslində mənim. Bu indi təzə abunəsini bilməz, əski köhnədənkilər bilər. O kanalım deyəsən 50 abunə idi, tam yadımda deyil. Baxın burada atmayacağım bilə. Çünki qalkan var. Bir dənə qalkan kəsildi. Atdıq. Hop. Hamı dalır buna. Bu nədir? Ay. Bizə kim xəsar verir? El Primo'yu alında görmürsünüz bizə xəsar verir. O qədər xəsar verir. Bizimkilər fərqində deyil. Bir dənə ata bilsək qəşəng atdıq. Qəşəng. Oy. Bizimkiler pis oynuyor ya dostlar. Buna bakın 80 canı var. Bayaqları görün neçə can var idi. Qəşəng oynadıqları üçün dostlarımın neçə can var kasamızın. Oradan bir ulti dolar mı? Yani ulti qalkan qəşəng. Allah. Qəşəng gedir hələlik. Hələ ki. Buradan bir də biz yenə xəsar verək. Hop El Primo. Allah dostlar az qala Chrome'un ultisi gəlmişdi üstümə. Allah. Yetmişdik. Hop. Aldıq dostlar. Yes. Ama yıldız oyunu bence biz. 45.000 hasar vurmuş. Yani bu sayede mən Barley'e de hem kupa kasıram, hem Barley karakteri kupası kasıram, hem normal kupa. Yani bence qəşəngdir belə eləmək. Mənim üçün qəşəngdir. Burada dostlar baxırsınız bir təzə karakter ya da aktyor yıldız deyir, amma təzə karakter məndə təzə karakterdir. O da Surge deyə belə görsədir. İndi bir oyun maç ataq. Ondan sonra da videoyu bitirəcəm. Bu maçı da qazanaq. Belə bir şey eləyirəm dostlar. Qazana bildiyim nə vaxt qazansaq onu eləyəcəm. O takım 100 qazandıq məncə, amma yenə də bunu qazansaq bitirəcəm videonu və 24 dəqiqə olub video. Yəni biz İstanbul Guys oynadıq, bir Brawl Stars oynadıq. İndi doston oynuyoruz. Allah, nasıl qəş oynuyorlar. Bir ölmə şansımız var mı? Deyib səzdim öl.
uduzma şansı. Ama neyse, ulti varsa bizde, yaxına getdiysə soda dost. Soda. Allah, biri qəşəng elədi. Şübhəm var biraz uduzacaq deyə. Hop. Al, get. Yo. Məni sadəcə kasaya yaxlaşdırsalar əla olacaq. Yo. Mənə kasaya yaxlaşdırın dostum. Takım, mənə kasaya yaxlaşdır, takım. Hadi, qəşəng. Oradan bir dənə qəşəng. Allah hasar verdi, qəşəng. Qəşəng takım. Motivasyon takım, motivasyon. Yo. Hasar almayaq, nə olar. Bu maçı udmaq istəyirəm. Kupa kaybetməyəcəm. Hadi kupa kaybetməyəcəm. Bu maçda udsam çox pis olacaq. Nə? Ultisi getdi deyəsən dostlar. Dostlar, sadəcə bir dənə ata bildim. Elə vaxtda öldürdülər ki məni. Bir dənə ata bildim. Gəlin bura. Mən sizi bitirdim. Soldur. Dayan. Soldur. Allah. Mənə yaxınlaşmayın. Mənə yaxınlaşsaq pis olacaq. Bax sizə deyirəm. Hop. Yaşay, qarşıyan yoxdur bizə. Və bitirir mi? Yes. Yaşay. Və dostlar, bunu da unutduğumuza görə videonun sonuna gəldik. Kanalıma like atıp abone olmayı unutmayın. Aha, kaos hediyesi. Süper Ender. Hadi. Ne gelir? Süper Ender bir tane. Ne gelir? Ne geldi? Hadi. 50 güç puanı. Neyse. Neyse dostlar, bu videoyu bitiremiyorum. Bu nedir? Sizinle de her şey açmak istiyorum ne varsa. Neyse, bunu da elədi. İnşallah bu sefer kurtarmıştım. Kurtardı mı? Ha. Ve dostlar, videonun sonuna geldik. Kanalıma like atıp abone olmayı unutmayın. Ve sağ olun.